Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Sizi annemin evinden salamlıyorum arkadaşlar. İndicə isti gelip oturmuşuq. O uzun video paylaş. 20 dakika yarım saat görürüm, əsəbləşirəm yazanların şərəfinə. İndidən videonu açdım ki, bana kızmayın kısa video olduğu için. Ona göre uzun çəkirəm. Deməli, burada Şəhriyar Fərəcov, evimizin rəisi, başımızın tacı, evimizin direği, gözümüzün çiçeği. Mama çoban salatı düzəldib arkadaşlar. İndi yeməklər gələcək. Qəşəng bir dənə oturaq, yeyək, içək, enerjimizi yığaq. Bu gece buradayızdır arkadaşlar. Şehriyar bu gece kaynana evindedir. Beni tınlamıyor şu an, meşguldür. Birazdan ben ona tınlamak nedir öğreteceğimdir. Koy yemekler gelsin. Ya sifte anne dolması arkadaşlar. Deməli mamama demişəm ki gəlirik. Mamam deyir ki sizin üçün nə pişirim? Deyirəm ki oruç tutmusan. Bu arada Allah bütün oruç tutanların oruçlarını qəbul eləsin. Deyirəm ki oruç tutmusan, əziyyət çəkmə, heç nə lazım deyil də, yəni yorma özünü. Və nəticə olaraq mamama axırda 2 dənə yemək pişirtdirdim arkadaşlar. Dedi sənin üçün kartoşka qızardım, yoxsa yarpaq dolması, dedim mama səhv sual verdin. İkisinə də yox deyə bilmərəm, ikisini də pişir. Bizim izləyicilərimiz uşaqların otağı üçün gör nə gözünü Hə, saxlamışam onu. Gör nə qəşəngdir. Gedirəm pərdəni dəyişməyə. Belə lazımdır ora pəmbiş. Dəyişə bilsənsə dəyiş. Dəyişə bilsənsə dəyiş. Dəyişə bilməsən eybi yox, divanı pəmbiş elə, rəfi pəmbiş elə. Mama kartof qızartması gəlir. Dolmaya başlayın uşaqlar. Qatığımız da var. Hə, çox qəşəng düzəldi bu izləyici onu, həqiqətən. Mən götürürəm. Nə olsun? Yaxşı eləmisən, qoy ora, qoy. Bəh. Ay Allah. Mənim annemin yeməkləri uşaqlar maşallah bilirəm hər kəsin öz anasının yeməyi özünə dadlı gəlir, amma həqiqətən çox gözəl əl qabiliyyəti var. Gəl. Nətərsən Elnara İsmailova? Yorumlarda yazıblar ki sen mama niye İsmailovadır, sen Əliyevasan. Arkadaşlar atamın soyadını götürdüğüm için olabilir. Karacovamı o Əliyevadır. Genetika təsir elədi. Haydi nuş olsun. Getdik bizi yemek yemeye. Növbəti gündən hər birinizi salamlayırıq. Arkadaşlar yemek yiyəndən sonra var bir dənə yuxuya getmişəm divanda. Məryəm axşam saçıma sığal çəkirdi arkadaşlar. Məryəmin də əlində bilmirəm nə var. Bir dənə yatmışam. Yəni gözümü açdım, gördüm səhərdir. Yəni hansı ara ürəyim gedib, necə ürəyim gedib, özümün də xəbərim olmayıb. Mən yatandan sonra bunlar yığıblar, Naidə ilə görüntülü danışıblar, söhbətləşiblər, qeybətləşiblər. Mən hər şeydən qıraq qalmışam arkadaşlar. Nəysə, indi evdən çıxırıq, uşaqlar qapıdadılar, Şəhriyarı gözləyirlər, gəlsin qapını kilitləsin. Bayağı bir çəkilişimiz var, gedirik çəkilişlərimizi eləməyə. Bilirəm ki, neçə gündür sizi qışqırtmasız qoymuşam, amma narahat olmayın, qışqırtma da gələcək. Bir neçə gündür qonağımız oldu, biraz başımız qaçışdı, yeni ev falan, qışqırtmaları axsatdığımı, unutduğumu düşünməyin. Evet arkadaşlar, Şehriyar eminiz de geldi. Lifti doldurduk. Hoş geldin. Hakikaten lifte doldurduk. Bir hemen don değildim. Bir ilden sonra da böyle çekeceğim, yere bakacağım, göreceğim bir tane de yerdedir. Meryem'le bayağıdan Zeyd oyun çıkardılar. Meryem'le Zeyd. Görmemişler. Allah'ın dostu. Şəhriyar, ay Şəhriyar, sən bir şey deyim, Quranan dosun, indiyə kimi heç birimizin əlinin altında elə təpikləməmişdi. Əslatında təpiklədi, amma Məryəmi lap təpiklədi. Eləmə, niyə tərqazın? Heyecanlanır da çocuk. Eləmə, Rabia. Bu nədir? Bismillah, bu niyə buradadır? Şöyle düşdük.
Düşün, şivənlər. Hamımız şivən yeyir. Deməli uşaqlar, gəldik, çıxdıq şeydən Masazırda Mamulik mağazasına. Neçə vaxtı görürəm rəylərdə yazırlar ki, Mamulikə get, Mamulikə get. Bir nəfər də yox ha, rahat bir 30-dan 40-dan ayrı-ayrı adam gördüm, yazıblar Mamulikə get. Gəldim Mamulikə. Həqiqətən biz bura neçə müddətdir gəlmirik. Su çiçəyi olduq bir aydır da. Bir ayda siz necə bu qədər məktub gətirmisiniz? Bir dənə gəlin buna baxaq. Uşaqlar, mən heç bu qədər təsvir eləyə bilmirdim ki, yəni bura bu qədər məktub gəlir. Masazırdadır istər-istəməz. Yəni bu qədər Masazırdan bizi izləyən adam var, yoxsa yol üstü siz keçmisiniz, qoymusunuz bunları? Necə olub bunlar? Ayrı-ayrı adamlarındır. Mamulik sizin bütün məktublarınızı mənə çatdırdı uşaqlar. Hamısını götürdük, evdə gedib açacağıq. Bu arada burada bir dənə Mickey Mouse'lu qolbaq gördüm. Məryəm çıxart onu. Ay nə gözəl şeylər qoyublar. Təşəkkür ederiz. Legoda. Hə, nə qədər baxın. Uşaqlar üçün çox qəşəng qolbaqlar qoyublar. Seflər qoyublar. Təşəkkür eləyirik hər birinizə, minnətdarıq. Evdə açıb baxacağıq hamısına. Supersiz. Qoy yerinə. Ya gedib indi Cafe City'də oturanda ya da belə baxarıq. Götürdük biləsiz yəni. Başının probkaları. Xəstəsən sən. Birdən-birə dəlirdi uşaq. Bezdi hele. Arkadaşlar ilk çəkilişimizdən çıxdıq. Bilirsiniz. Ha, Bakıda Aslanı'dan Bakıya 3 saate çatır, 2 saat yarıma. Hə. Bakıdan 10 kilometrelik yolu 2 saate yiyip çata bilmirsən. Bu millet yazıqdır. Bu ne bu motosiklet alın, velosiped alın. Motosikletə sürüşmürük aşkımız. Ne bir şey fikirləşək, uçan maşın olsun. Burada şəhərdə asfalt darlıq edir. Millet Sən yaman deyilsən ha. Aman tanrım çok çətindir. Nənün kimi yaman deyilsən. Çok çətindir ya. Aşkım. Kafam gitti ya. Ay Allah, söz demək istəyirəm, aman vermir. Ya başına gələcəkləri bilir. Kalp krizi oldum ya. Ya akıbətini Bildiğin kalp bil. krizi oldum ya. Aşkım dayan da. Neden geldik yani ya? Aşkım dayan da. Mən kameranı əlimə götürəndən sonra çəkiliş üçün, reklam çəkiliş üçün davamında bilsən nə oldu? Ya ne oldu ya? Mədəmdən bir dənə səs gəldi. Qurr. Qurr. Bir dənə də balaca mədə var, qarnımın içində. O mədədən də bir dənə səs gəldi. Qurr, qurr, qurr. Dedi anne mən acam, ataya dedim yemək versin. Dalda da 3 dənə balaca mədə var. Biri yatıb o heç. Bu bıçağını bismillah. Sən də mədən qurulduyur. Sən də mədən qurulduyur. Yox. Mütləq həmişə bir dənəsi içinə, yəni Mən içmədə yemək istəmirəm. sən ev yox, sən yemə. Oraya gedəcəm, hamısı yeyib bitirəcəm. Ay sağ ol, şükür. Heç olmasa bunu bilsən, bu özü böyük şeydir. Yəni mədəmiz qur deyir. Ata bizi yeməyə apar. Ata bizi harasa apar, yeməyə apar. Aparsan. Gerek kafeleri set ya iftar sofrası. Alqışlar. Alqışlar, alqışlar, alqışlar. Şükür Allaha. İzləyicilər sizə təşəkkür edirik. Yaxşı ki varsınız. Siz olmasanız biz nə yapardıq? Ne yapardık? Sizin şotunuza bunun Öldüm ama. üzünə lopuna sözlərimizi Arkadaşlar deyirik. ağzından aksımdan cüce bakır sakının iyi geliyor yani. Sən bunu bizə niyə təsvir elətdirirdin ki? Gelir be ya. Yox. Ben ne diyorsan. Sən niyə təsvir elətdirirsən də gəlmirdin, indi özüm gəldi. istəyirəm ki, İndi gəlməsin. psixoloji olaraq mən gəldi yəni. Allah eləməsin, benden bağırsağı niye yani? Özün deyirsən də. Arkadaşlar Cafe Life City'də iftar menüsü gəlib. Orucluq ayında bütün restoranlara iftar menüsü gəlib. Gedək görək bizim favori məkanımıza nə iftar menüsü gəlib. Həm acam, həm menünu merak edirəm. Gedək görək nə tapırıq yeməyə. Haydi bakalım, getdik. Yenə bəxtimizdən hava gözəldir. Bismillah, bismillah. Eləmə mənim həyatım. Yaxşı, döyməyin bir-birinizi. Uşaqlar, gəldik Cafe Life City'yə, amma bir fərqlilik var. İndi içəri girim deyəcəm nə olduğunu. Evet uşaqlar, gəldik, girdik içəri.
bir dənə problemimiz var. Şəhriyar yanımızda yoxdur. Maşınımız xarab oldu, akkumulatoru xarab oldu. Şəhriyar getdi onu düzəltdirməyə. Yəni bu səfər bu dörtlü Cafe Love City-də baş-başadır. İndi baxın. Haydi getdik atanı yüzdü rasxoda salmağa. Uşaqlar deməli əyləşdik, bir-iki dənə izləyicilərimizlə şəkil çəkdirdik. Deməli arkadaşlar Şəhriyar bizi burada qoyub gedəndə fikirləşmədi ki, biz buranı soyarıq. Şəhriyar üçün qabarıq bir şot çıxardarıq və Şəhriyar gələndə baxıb ürəyi partlayır. Normalda bu gəl səmimi etiraf eləyək. Yəni biz bura gələndə həmişə 3 dənə şey istəyirsən, bir dənəsini zakaz eləyirsən də, düzdür. Düz deyə sağ olsun. Bizim üçün bol bostan həmişə süfrə açır burada, şey eləyir, alır, yeyirik. Amma bir var hər istədiyi yeyəsən, bir var hər gələndə bir istədiyi yeyəsən. Səhv deyirəm. İndi bugün nə edirik? Hər şey. Hər şeyi yeyirik. Haydi bakalım Məryəm. Acından ölürük. Ona görə get qızlara dinən menyunu bura gətirsinlər. Qurudasın ya. Ya, al. Çeri özün eləmirsən. Gözünü özün. Belə özüm elə. Həfşə eləmə. Dur get. Gördüm Robi deyil bir dənə. Qızlara dinən menyunu bizə versinlər. Acmısan? Aşkım maruşandı. Hə, o marojnadır. Soyuq şeylər demədim. Də sətəlcəm olaq, zəhərlənə qusaq. Qışda marojna, nə bilim, yayda şuba. Bu deyil maruşan, bu deyil. Onun da üstündə marojna var. Görmürsən sən? Tıraş köpüğü diye. Tıraş köpüğünə gəzir kokteylin üstündə. Bir şey deyirəm. Sən həqiqətən, sən təbrik edirəm. Çünki ilk dəfə idi ki, saçımı düzgün ayırdın. Sən indi məni söydün yoxsa sevdin? Hansı oldu bu? Bilmədim, təriflədim, bilmədim. Yaxşı şey. Başımda Lağa qoy da məni, yaxşı. maşında saçımı belə eləyəm, bir də görün. Buradan bura saç gəlib bu boydan. Çox ayıb olsun buna. Həqiqətən təşəkkür edirəm. Sən ilk dəfə idi bu qədər yaxşı saçımı. Nəysə, gəlin zakazlarımızı verək bir dəqiqə. Menyunu götürdüm, ya Allah. Gəlin seçək, sonra davam eləyərik. Nə sifariş verdin? Niyə özü belə artist aparsan? Nə sifariş verdin? Siz Sən nə zakaz elədin? aşkım başqa şey də izləmədim. Mən katoşka bir də Sezir katoşka. Sən nə? Pizza. Sən Sezir salatı, bir də şey. pendir çubuğu. Mən də Sezar salatı sifariş verdim. Bir də iftar menyusu sifariş verdim. Arkadaşlar, gətirsinlər görək iftar menyusunun içində nələr var, dadı necədir? Mənim maraqlıdır həqiqətən. Acından da var ha, ölürəm. Şəhriyarın da yoxluğundan istifadə edib hamı kola zakaz verib. Bir dənə mən vicdan yiyəsi olmuşam, soyuq çay sifariş vermişəm. Amma soyuq, Məriş belə niyə eləyirsiniz? Soyuq çay sifariş vermişəm, amma soyuq olmayan soyuq çay. Yeməklərimizi yeyəndən sonra deyirəm o şirniyyat var deyə bura təzə gələn, ondan yeyək. Ürəyim Ağlıma bir şeytan fikir gəldi aşkım. nə? Ki ataya belə qışqırtmayla bulmasa full şinyası. Elə zaten full şirniyyat atanı var. Təkcə atanı yox ha. Restoran qarışıq hamını infak vurar burada. Deyirəm ki arkadaşlar, yemək sən həqiqətən niyə bu gün belə hərəkətlər eləyirsən aşkım? Soyuq çeynəli olsun şaftallı. Hə. Amma buz atmasınlar içinə. Hə, arkadaşlar bura təzə şirniyyat növü gəlib, Magnolia. Ondan evə qayıtmışdım. O qədər ürəyim çəkirdi. Bu gün yadıma salın, onu burdan yeməmiş getməyim. Yadımdan çıxır. Gəlirəm bura kimi deyirəm, onu yeyəcəm, bunu zakaz eləyəcəm. Gəlirəm, bilmirəm, başım qaçışır, yadımdan çıxır Mən şinyat zakazlarım. olaraq bir dənə fondu, neydi o fondunun adı? Fonduydu. Hə, fondue, hə. Bir dənə o Magnolia. Hə, Magnolia. Neydi? Hə. Bir dənə sufle. Hə. Bir dənə Şeyin adı neydi? Sən bu gün necə bu oruç tutmamısan? Şey imsakı duramadım. Arkadaşlar mənim mamam gecə durub Rabiəni silkələyib, ayağından dartıb, çağırıb. Rabiyə durub, ağarıb, bozarıb, təzədən yatıb. Tutamazdı. Biz bura gəlib yemək yesəydik, o digərdi şey. Yox, qalardı. Mikronun dostum tutardı. Qalardı, tutardı. Onun iradəsi güclüdür. Mən şahidəm, yəni. Sən 2 gün moşunu tutdun. Bu gün səfərdə sayılırsan. Yəni Bakıya gəlmirsən də, Astarada deyilsən. Sabah tutarsan yenə. Məşinət olaraq o
kakao şey var. İndi göstərərsən şəklini yemək yeyəndən sonra sipariş. Neynədir? Sen beynimin yarısı düşüp yere. Nə oldu? Eləmə qızım, atan yoxdur, məni bədbəxt eləmək istəyirsən. Məryəmə nə olub, bilən var. Aşkım. Aslında gece onu tepi vurmayıpsan başına. Yo, ruhlarımız yer dəyişdirməyib təsadüfən. Yo, dəyişdirməyib. Yerindədir. Aşkım, zombiləşmə gedir sizdə. Məryəm, özümə gəl Məryəm. Aşkım özümde. Mən gedirəm. Mən gedirəm Cafe Love City-nin bu spa partiləri üçün olan zulasını eşməyə, görüm nələri var. Arkadaşlar, baxmaq deməli qapını bax. Arkadaşlar, restoranı eşiyoruz. Bak bunu tuturuyor. Oyda, bak bir dənə bağla qapını, bağla. Bağla. Əlim qalmasın. 3, 2, 1. Tam. Hər qızın xəyalıdır da məncə belə bir şkafının olmağı. Blueberry. Blueberry yo, bulaş aşkım. Buna baxın. Allıq. Dodaq maskası. Yo, Əzbəyin taxdığı paç idi. Bu dodaq O maskasıdır. renginde. Sonra dəniz duzu. Dəniz duzudur, hamam duzudur. Nədir bu? Ayak tuzu. Sonra buna baxın. Ayaq tuzu. Buna baxın. Arka Xiyar. xiyar. Rezinlərə bax. Oha! Aşkım bunu getir. Bir dəqiqə. O Temu'da sipariş verirlər, saç şeyləri. Əzbəydən bunu necə alaq? Arkadaşlar, çox qəşəng şeylər var burada. Aşkım eşeği tapar. Eşək nədir? Qaşlara bax. Tapar. Aşkım bak tutmaya lazım değil. Arkadaşlar. Abi Hə can. Nə gözəldir. Çox fırçalara bax arkadaşlar. Çox gözəl şeylər var. Laklara bax. Arda bak yine hoşuma geldi. Bir şey deyim, mən bu şeydə çox gözüm qaldı. Rezinlərə bax. Əsl bizlikdir ya. Evdə dəqiqə başı rezin itirən təbəqə. Ayda, çox qəşəng şeylər var. Allahım, çox gözəl. Asiye bu dokulanır. Asiyə bax, bədən spreylərinə baxın arkadaşlar. bak. Gəldi iyi. Çox qəşəng şeylər, zərlərə bax hələ. Buna bax arkadaşlar, eşim. Əl kremlərinə bax, nə qədərdir. Aynalara bak. Hanı aynalar? Görüyorsunuz. Dayan, zər eləmə. Hə, aynaları gördüm. Çox qəşəng şeylər var, amma kapatın. Tamam, tay. Day, bəsdir. Demədim çim cəmaatın əşyaları ilə. Baxdıq prosta. Aşkım başıma səpildi. Səpildi, Quran and olsun, zərin içindəsən, bəsdir. Aşkım suratıma sapmadı. Əşyaları eşməyin. Lazım mıydı sənə? Qışqırma, mən babam, əsəbləşmə. Niye səpər? Göz altında şu yumurtalara bak. Neyse şu arkadaşlar, peşman oldum. Bunları vurduysan öldürürler, farkında mısınız? Arkadaşlar, bu yarışmanın ilk galibi Rabia Fərədzadə oldu. Alqışlar. Birinci Rabia'nın pendir çubuğu süfrəyə qoyulub. Kimin zakazı birinci gələcək? Rabişin zakazı gəldi. Məryəmin bir zakazı gəldi. Yenə Rabia qalib sayılır. Çünki birinci onunki süfrəyə qoyuldu və tam, yəni bitdi onun zakazı. Görə indi Əsnatın... Hə, Sezarın qalıb hələ. Görə indi Əsnatın zakazı birinci gələcək, yoxsa mənim zakazım birinci gələcək? Gəl... Mərcə girək səndən Əsnat. Əgər sənin zakazın birinci gəlsə, sən udursan. Mənim zakazım birinci gəlsə, mən uduram, bir-birimizə cəza veririk. Udan uduzana cəza verir. Razısan? Qorxmursan məndən? Yaxşı, mən də razıyam. Mən də Sezar sipariş vermişəm amma. Yəni, sənin də bir ənə, sənin pizzan birinci gəlsə, sən udursan, düşen ki pizzam birinci canım. mənim Sezarım ya da başqa nə zakaz eləmişəm mən. İftar menyum birinci gəlsə mən uduram. Razısan? Buraxdım. Ya Allah, görək birinci kimin zakazı gəlir. Nəysə, mən danışa bunlar yedilər, mən gedim. Birinci süfrəyə Sezar qoyuldu. Şap. Uduzdun. Əslində vaxtında gəlib sənin də pizzan. Eyni momentdə gəlib, prosta birinci Sezar qoyuldu süfrəyə. Əsnat, ye, enerji topla, cəzabı verəcəm. Nə
Mən düşünürəm, görüm nə cəzası verə bilərəm sənə. Haydi nuş olsun. Yeməmək cəzası. Yo, ona qıya bilmərəm axı mən. Necə biz şirniyyat yeyək, o qalsın qıraqda. Yapamam, hayır. Nuş eləyin. Cəzamı fikirləşim mən ona kimi. Arkadaşlar bir tikə yedilər, bir-birlərinin burnundan gətirdilər. O dilivi sal içəri. Dedim bax xata çıxacaq, dedim çıxacaq. Məryəmin burnunu əsnad bilmədən vurdu sındırdı. Məryəm də biraz indi normalda əlini burnundan çəkməlidir, yaxı ağrısı keçib. Hələ çəkmir əlini burnundan. Çəkir. Olsun kesmir. Hələ keçməyib. Neysən? Su tüpürəcəksən. Yo, tüpürmə üstümə aşkım, çöl bayırdayıq, hə. Hə. Sizdən qorxulur valla. Yaxşısan? Yaxşısan? Bəlkə buz deyə gətirsinlər qoy burnuva. Sonra Düştü yere burası. qızarıb burnun. Qızarıb gəl yaxına. Goncalı. Fışqırır. Aşkım bacın deyə həyatım. Bəlkə həqiqətən pisdəyib. Gəl baxım. Gəl baxım. Isınmıyor başqa. Qızarıb qırağı ona görə şey oldum. Sən boş oruç tut deyə mən qırım dursun. Həssas yerdə də ora. Deyirəm ki, sizə bir şad bir xəbərim, bəd xəbərim var. Şad xəbər odur ki, ata gəl, bəd xəbər odur ki, şirniyyatlar indidən zakaz verək ki, ata gəlinə kim gətirsin. Şəfəq xanımı çağırım bura. Magnolia. Mən maqnoliya yeyirəm. Sən nə yeyirsən? Hərəyə bir dənə şirniyyat. Mən iki şey istəyirəm. İki şey abartmada da yazıqdır. Magnolia. Birini seç. Birini seç. Ata yoxdur da demədim öldürün, vurun, öldürün. Mən də tez bitir Magnolia da pis. Birini seç. Sufle yoxsa Mən sevdiyim zaman tək yemək istəyirəm aşkım. dinən. Nə? Fondü. Şəfəxəm, mənə bir dənə Lotus Magnolia'vız var. Olur da, nuş olmaz. Hə, şəalım. O bildiniz hansından Coca-Cola qapağı kimi açılır, qapağı. Ondan istəyirik təzələrdən. Sən nə? Nəli istəyirəm? Yo, 4 dənə yox. Mən bir dənə Lotus. Sən? Şimdi ben özüm taşıyasam. Nəli istəyirəm də. Sen Hə, hə. Bananlı çələkli. Lotus var, içində banan var, həm də piçenya parçacıqları var. Hə. Bu sıcaq çikolata istəyir. Ama hepsi bitmeyecek. Hot Bir daha chocolate. pişirse bile. Sən nə Mən istədin? istəyirəm heç kim yemək. Qırğın deyir. Şəfəq hamıca telefon çıxartdı. Şəfəq xanım uje telefon çıxartmalı. Sən nə yeyirsən? Qərar ver. Magnolia. Belə çıxış yoxmuş. Şəfəq xanım Feysartın başına atım, ancaq bunu yer. Sən nə istəsən? Mən deyirəm də ikisindən də vazgeçilməmiz. Bir dənə seç. Göydən düşmüsən sən, hamı bir dənə. bilmirəm. Onda buna da bir dənə sufle verin. Sufle. Sufle, bir dənə magnolia, bir dənə hot chocolate, bir dənə Magnolia də bananlıydı sizdə. hə, bananlı o piçeni parçacıqlı, o çox dadlıdır. Magnolia deyim. Ataydı Makedonya'dır. Başıma niyə Başıma niyə vurursan? Senin Tez elə, camaat sən gözləyir, bir də çay. Aşkım bilmirəm. Nasıl ben pozum. Sufle verin buna, sufle. Sufle, magnolia bananlı piçenli. Bana bildiği terazi bilirsin. Ben senin yanında olsaydım sufle verirdim. Get kutarsın. Tıkıl tıkıl yersin. Şo, Ben içine gelip bitiririm Grandos'u. şo bu qədər. Aşkım Mehmet'te hediyeler getirin. Gətirin, hədiyələr. Evet. Dostlar sizin bütün hediyeler getirin Oşa. Arkadaşlar bugün Mamulik'ten de hediyelerimizi yığmışıq. Cafe Love City'den de hediyelerimizi yığmışıq. Bayağı bir hediye birikmişimiz olacaq. Bu arada Şəfəq xan biz o şkafı eşmişik, yüzürlü sayasız. Ben bir ona bakıram ki niye? Artık o şkaf diyor bu yine kalır. Şəfəq xanım, sizdən bir dənə şey xahiş eləyək. Eləyim. Ne olar o qızılı broşkalardan bizə hədiyyə eləyin də. Onu Temu'dan bir ay gözləməyə heç həvəsimiz yox. Hə, ödənişini belə eləyə bilərik. Yəni bir dənə o bir ay gözləmək var, zəhləm gedir. Hə, başa düşdüm. Gizlim verir. Mən inanmıram Əziz bəy bizə yox desin. Deməz. Sən uşaqlar broşkalardır, biz bura soymağa gəlmişik. Farkında mısınız? Şkafları eşirik, broşkaları götürürük. Amma icazə aldıq da, icazə aldıq. Ay, gətirir. Şəfəq xanım ən qəşəngi hansıdır onu gətirin. En geçenkilerini getirin. Bura spa partiyə gələn uşaqların broşkalarını uğradıq, bizi üzürlü sayın.
Alayım. Ay çok qəşəng. Ölürəm bundan ötürü arkadaşlar. Ay çok sağ olun. İkisi uşaqların biri mən. Bu hediyemiz. Aha. Bir saniye Deməli, bunları. keçən səfər gəlib, dostumuz verdi. Dedim mütləq oxşa çatsın. Aha Bu bu bir. bir. Məktub. Onlar da dedilər ki, Şəbə xanım, bura gəlmişdilər. Tez bazar babaları verdilər. Böylece burada Ay belə teşekkür yapışkanları ederiz. da var. Çok sağ olun. Onlar da Yapışdırılıb, bunları alayım. alırıq. Rayondan gəlmişdi bu deyəsən. Doğrudan baxım ona. Bu idi ya da bu qarşılar bilərəm də Gel uşaqlar baxım izini ona. sayar hə. İndi adları yazılıb üstündə bilərik hansı. Zəhra və qardaşları Uğur və Qurbanxan. Hə, qurban. Videoda hamısının of zəhmət olmasa Tamamdır. adları çəkir. Amma bir şey də vurğulayım. Aha. Bir dostumuz o gün avtobusda məni görüblər. Aha. Bir gəlim o videonu çək. Bir dənə gözlə. Nəsə baş veriyor arkadaşlar. Bir dənə bu. Məryəm hələ kulokla cəbəlləşir. İzləyən vurub bilirsiz. Hələcə arkadaşlar çok mutlu oldum nə yalan deyim. Bunun biri hanı? 3 dənə idi. Yazıq qız. Hə, biri bu da. Evdə saçım qalıb. Çox qəşəngdir. Bunlarla saçımı hörəcəm evə gedən kimi. Bayılıram da yəni bunlara. Harda biz? Nəyə? Rabiyə hör. Mən öz payımı götürürəm arkadaşlar. Yoxsa baxın. Aşk kuşaya. Nədir o? Aç baxım da bir dənə. Bu bir şey. Maraqlıdır. Açın baxaq. Nəsə çox əziyyətlə paketləyib onları. Nədir o? Nədir? Baxım. Oha, daraqdır o. Nədir? Güzgü, Rabiş. Gəl Rabiş, gör nə gözəldir. Əsnad üçün görün nə gözəl. Şöyle bir dənə bu. Çıxart, aç baxaq ona. Aslında mən qoyub çorabı yoxdur. Aslında görüb kəsən çorabı yoxdur. Ayda, bu çox zordur. Sağ ol. Sen götürsən çıktı görürsən. Çox gözəldir bu. Əsi, bunu düzəlt. Kız bilib bizim çorabımız yoxdur. Bu uşaqlar, bu həqiqətən yararlı hədiyyədir. Çox sağ olun bizə zorab hədiyyə. Hamımıza ofuş qoyub. Mən də verib. Mən də verim. Mən saymamısansa seni keserim. Yox, Mən- mən verməyim. Mənim adım yoxdur orada. Mən Ofuş. Təşəkkür ederim. Başqa. Yox, oxumuram, küstüm. Yox, məktubdur. Mən unutmasınlar. Bu da mənimkini açda xeyr ola, mənim əlimdə kamera var. Əsad, bunu yapışdır. Amma səliqəli yapışdır, o bir evdə masavın üstünə qoyarsan. Sep koysan. Sep qoyub mənim üçün. Kalpli sep. Təşəkkür ederiz. Oha, kimə? Məryəm sənə? Mənim belə rezinim var idi. Daha doğrusu sizin. Almıştım. Çox gözəldir bu. Çox qəşəngdir. Məryəm, valla bunları saxlayın, o bir evdə masanıza yığarsınız. Uşaqlar, bir dənə də sizdən söz soruşum. Qoy elə öz uşaqlarım da indi eşidəcəklər bu sualı. Bir dənə xanım Instagramda mənə bu boyda mesaj yazıb, bildiyiniz dastan yazıb ki, uşaqlara makyaj masası düzəltmirsən, əcəb eləmirsən. Uşaqların indidən nə qədər makyaja həvəsi var. Onların hərəsinə bir dənə dərs masası düzəltməlidir. Arkadaşlar, o həm makyaj masası gedir, həm dərs masası gedir. Yəni mən indiyə kimi gedib heç bir uşağın evində, otağında ayrıca bir dənə dərs masası, ayrıca bir dənə makyaj masası görməmişəm. Ya dərs masası olub, həm də misal üçün broşkalarını, glosslarını, nə bilim, pəmbiş şeylərini yığıb içinə bir saniyə. Ya da ki, makyaj masası olub, həm də orada dərsini oxuyub. Sizin uşağınızın ayrıca, indi qızınız olsa, onu ayrıca makyaj masası ayrı, dərs masası ayrı eləyərsiniz. Yəni bir dənə masa olar uşağın otağında, onu hər türlü istifadə eləyər də, düzdür? Temboli 3 dənə uşaq, hərəsinə ayrı makyaj, ayrı dərs, bütün otaq masadan ibarət olar arkadaşlar. Arkadaşlar, o biri otaqda ad günü başlayacaqmış, saati çatıbmış. Ona görə biz otağımızı dəyişik, indi yandırarıq kondisioneri. Eliya ailəsinə məktub. Rabiş, çöldəşsən, danış aşkım. Salam Ofuş, necəsən? Rabiş, Məriş, Əsis, Şavka əmi necədir? Mən sizi bir ildir ki izləyirəm. Rabişlə yaşıdam. Adım Safiyədir. Rabişin fanıyam. Ümid edirəm ki, hədiyyələri bəyənərsiniz.
Ofuş, sənin hədiyyən biraz balaca oldu, amma mən sizin daimi izləyicinizəm. Xahiş etsəm, burasını oxumuram. Arkadaşlar, belə şeylər deməyin. Ay sənin hədiyyən balaca oldu, ay filan kəsin hədiyyəsi böyük oldu. Sizin bunu düşünüb bizim üçün hazırlamanız belə bizim üçün böyük bir şeydir. Tək bu bir məktub belə mənim üçün həqiqətən deyirəm, böyük bir sevgi anlamı daşıyır. Yaxşı ki varsa sizi çox istəyirəm. Belə şeylər düşünməyin. Bunlar uca başladılar yapışqanları qurmağa. Eləyə bilirsiniz? Hə? Yoxla. Mən bunun birini garantiyə alım. Makyaj sumkama qoyum. Eləyə bilmisiniz? Var, götür. Bir dəqiqə məsəl üçün bu pəmbədir, içi Necə eləyirsiniz? pəmbə rəng götür. Açıq pəmbədir, açıq pəmbə. Ya da yoxlamıram. Batır əsir. Alınmır. Açıb buna batır, yox alınır. Hə, necə? Ade oldu, götürdü. Yapışdır. Ay, eləyə bilsəz var ha, halaldır sizə. Səliqə ilə eləyə bilsəz halaldır. Haydi görüm nə qədərini tamamlayacaqlar burada. Deməli, Ofuş xanım, keçən səfər minmişəm avtobusa. Aha. Deməli, 2 dənə gözəl bala, 2 dənə gözəl bala yaxınlaşıblar, baxırlar mən. Ofuşdakı qız, ofuşdakı qız. Deyir, biz sizi Ofelia xanımın videolarında görmüşük. Dedim, afərin sizə. Mən onların adını öyrəndim, orada Ofuş. Firuzə, Fatimə. Firuzə ilə Fatiməyə, Firuzə, ümumiyyətcə Fatimə. bütün Firuzələrlə Fatimələrə qucaq dolusu salamlar. Bizi izləyən hamısına. Hamısı. Ona deyirlər, sizlərə də uşaqlar salam göndərdilər. Dedilər ki, uşaqların hamısına salam Çox deyin. sağ olun. Yox, Firuzə Fidan. Firuzə Fidan. Firuzə Tamam, Fidan. Firuzə Fidan. Yox, o biri nə idi bayaq dediyiniz? Fatimə. Fatimələr də arada kaynadı. Salam olsun. Avca düzəldirlər bunlar. Halaldır sizə. Sosya yap. İşte bizim şirniyyatları tez gətirin, şəkər təzyiqimiz düşür. Gəlir. Atan Sezarı Gəlmir. gəlib özü yoxdur. Gəlmiş şəhərdə buradadır. Gəlir. Ha. Hə, tamam, əla. Gəlsin, sürprizimiz var ona. Əsnatın sıcaq çikolatası gəldi. Arkadaşlar, bir dəqiqə xeyir ola. Yolda isti şokolad içəcəm deyən mənəm. Gəlmişik bura, Əsnat zakaz elədi. Bir qurtum içə bilərəm əsi sənin isti şokolad. Ay, təşəkkür edirəm. Rabiyə içə bilər. Hə? Yox. Arada qaldı. Hə? Birinci fikirləşdi. Ay Allah, yanarsan yavaş. Püfür, püfür. Püfür, püfür. Məxmirəni alqışlayaq. Alqışlayaq Məxmirəni. Eşitmirsiniz Zəmər. Xoş gəldin Məxmirə. Gəl, Sezar salatı zakaz eləmişik sən gələnə qədər. Gəl otur tıx. O iftar menyusudur. Onu da tıx. Biz уже doymuşuq, şirniyyata keçmişik. Haydi. Dadlı da və bir qurtum içimdən olar. Yandım, yandım. Yandım anam. Yandım ama çok tatlıdır. Acından ölürdün ha. Bayaqdandan uşaqlar maşınımız xarab olmuşdu. Getdi maşınımızı düzəltdirməyə. Yazıq bayaqdandan ac gic kimi küçələrdə gəldi. Sevdimmi, sövdümmü bəlli deyil. Kutkasını belə çıxartmamış oturdu yeməyə. Nuş olsun. Uşaqlar, hamının şirniyyatı gəldi. Rabiənin fondüsü. Əsnatın sıcaq çikolatası. Məryəmin suflesi. Mən də öz magnoliyamı gözləyirəm. Bu da yedi içdi. Mənim iftar menyumu da yedi. Doydun. Unutsan be ya. Deyiləm aşkım, merak etdim. Sipariş verdim də. Haycan. Ay Aliya, gözdə. Evet. Nuş olsun. Arkadaşlar, Məryəmlə Əsnat qoydu, qaçdı. Bir dən göstərə bilərəm, əlimə götürüb. Rabiyə xanım bunu demək olar ki, tamamı. Abi, xeyləm eləmişsən, Rabiyə. Belə bir şey qalmayıb. Çox qəşəng görünürüz. Baxın, eləyəndən sonra parıldayır üstündəki qaşlar. Çox qəşəng bir şeydir. Əsnatla Məryəm qoydu, qaçdı. Rabiyə axıra qədər səbr eləyir. Səncə axıra qədər eləyə bilərsən?
Görək də. Elə şəklini paylaşacağım göndəri bölməsində. Nəysə arkadaşlar, biz qaydırıq geriyə Astaraya. Ona görə mən Maqnoliyam gəldi arkadaşlar. Düzdür. Çox sağ olun, Allah razı olsun. Arkadaşlar, bütün Astaradan gələnlər, Astarada olandan bunu yeməyin xəyalını qurmuşam, təsəvvür eləyin. O qədər ürəyim, keçən dəfə bunu o qədər bəyənmişdim, dadı damağımda qalıb. Bütün yol Arkadaşlar bunlar benim kafamda bir soru işareti koymuşlar. Nə? Soru işaretinde böyle diyor. Nə? Sen olmasan bunlar ne yapacaklar? Ben soruya böyle cevap geliyor. Sen ölmeyinde ol, onlar da gezintisinde olacaklar. yani böyle söyleyeyim. Böyle şeyleri muhatap olmamalısın. Yani öyle rahat olmalısın ki yani aman tamamında yani böyle sen çok kafanı yormayacak şekilde bunu bana vereceksin. Yok. Ben bunu gözləyirəm. Bekle. Bebekle. Ben iki canlıyım. Ben bunu bayağıdan Biliyorum. Zaten biliyorum. Onun için diyorum. Bunu bana vereceksin. Ben bunun çekisine bakayım. Çok ağırdır. Yani çok ağırdan basıyor. Yok. Bir dakika. Bu ağırdan basıyor. Yani bunu sen yersin. Aşkım burnumun fırttığını ona Yok silmə. bunu sen yersin. Yani ben senin karnını doyuracağım bilmiyorum. Zeyt yarın sabah baba bana o Magnolya'lı çeçebeçi al. Baba kendisine yani Indiana gibi yani bir defa da olsun tort alıp yemedi yani mağazadan tort alıp yemedi yani bu patpak yani Indiana gibi kendisine tort alıp yemedi ya bunu tortu da bırakıyorum Magnolia'yı da bırakıyorum ben bu kapakı nereden bulacağım yani bunu böyle nasıl açacağım ama bir çözüm bulmuşum. Senin için bir sok kutusu alacağım böyle atılan. He. Altını cıracağım. Altına tortu yerleştireceğim. Evet. Sonra da bir tane istakanın içine böyle sokacağım, getireceğim. Üstten at, ye. Ama altından haberin olmasın. Ya nasıl? Hoşuna gitti Aşkım mi? bir şey deyim, Kafe Lafsiti'ye gələndə göbüşüm os böyüdü ya. Kafe Lafsiti'ye Ya gələndə kime qabağım bağlanırdı, indi qabağım bağlanmır. Нет. Меня слышишь? Hə, keçdir üstünə. I am sorry. What? İngiliz, On- Rus dili, Türk dili. Türkçili. Yes. İngiliz dili, Rus dili, Türkçili. Bırak beni. O sakız çeniyor. Sakız çeniyor. Yüreği gelecek. O sakız onun hulkumunda zart diye yapışacaktır yani. Evet. Sakızı yani ağzında tekkil ediyor. Göz düştü. Aşkım mən bayaqdan şirniyyatı gözləyirəm. Mən gəldim sənin çənən düşdü. Yok, Gəl ben özün bunu danış onu ben vermə. bunu açacağımdır. Aç ver dənə xahiş eləyirəm, nə olar. Öldüm axı mən. Gel SMM Şöyle şilə vuracağım indi. SMM eləyə. Hə, elə. SM. Aşkım eləmə də elə. Esme Melida. SMM elə. Yok, sen elə mən seçim. İstəmirəm, şirniyyatımı ver bura. Bunu aç da aşkım cəmaatı gelip bunu bağlattırmız elə. Açıq yapmışlar. Belə değildi Kur'an'a. Uşaqlar, videomuzu bəyəndirsə kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Görsün onu necə atsa. Yəni yazıqsan. Saat yarımda onu gözləyirsən. Dayılar kimi də qurban valla qarnın qoyub qabağa. Aha. Şükür Allah. İndi neysə. Aha. Bu özü Azərbaycanda ilk bizlər yəni bu Cafe Love City'dədir bu. Səmət götürərsən. Hay Allah. Hakkımızı alan elədir sana. Oruçluğa bakmasın bu videoya zahmet olmasa. Yol boyu bunu istəmişəm. Nuş olsun. Neyse sen önce çok zamanı. Evet arkadaşlar bizi izledinizse like atıp yorum yazıp comment yazıp yani hatta o yazılar olan yere yazılar yazıp videonu izləyirəm, videonu takip edirəm, sizi sevirəm. Bir dakika, bir mevzuat kaldı. Yani arkadaşlar,
Əziz izləyicilər, buradan bütün Novruz bayramı münasibətlərimizi təbrik edirəm. Novruz idi. Ramazan bayramı münasibətlərimizi təbrik edirəm. Allah qılınan namazları, tutulan orucları qəbul eləsin. Bu şaka idi, biliyordum mən hansı Ramazandır. Mən bilirəm. Yeni il münasibəti ilə hamına uzun ömür, can sağlığı arzu edirəm. Mənim işim atındı. 8 Mart münasibəti ilə hər bir xanımları təbrik edirəm. 21 fevral deyil bu gün. Sən heç məni təbrik eləmədin. Bu gün kişi olmuşam mən. 23-dür o. 23 fevraldır. Həssas eləmə. 21-i də nəysə. Kişilər bayramı var Çində. Niyə qadınlar bayramı var? Kişilər Qadınlar. dünya müharibəsi zəfər qazandı. Demək dostlar, demək belə deyək. Burada gəlib Cafelovi City-yə kampaniya başladıldı. Kampaniyada yox, belə deyək də bir izləyicilərimizsin, yəni bir trend eləmək istəyirik. Yəni burada gəlib yemək yeyib, onsuz gəlirsiniz, gələnlər, hə, gələnlər üçün deyirəm. Yəni onsuz gələnlər, yəni belə deyək. Gəlirsiniz burada 700, 300 nəysə opşum gəzdiniz, dolandınız, çıxanda bir dənə gilə məktub verirsiniz burada Şəfaq xanıma. Məncə məktub yox, ad, soyad, yaşayış yeri. Ad, soyad, Əlaqə yaşayış yeri, nömrəsi. bir də əlaqə nömrənizi yazırsınız, verirsiniz Şəfaq xanıma. Şəfaq xanım saxlayır. Və Ramazan bayramı bitəndən sonra həmin adlar arasında oynama keçiriləcək. Həmin oyunda qazananlar bizdən hədiyyə və evlərinə Qonaq gələcək. qonaq Sürpriz gələcək. qonaq. Sürpriz şəkildə. Gələndə onlara bu sevilən, nədir bunun adı? Şirniyyatdan. Şirniyyatdan gətirəcək və ya, şa, çox yaşa qışqıracaq və bir adət-ənənəyə uyğun olaraq qucaqlaşacaq, salamlaşacaq, şəkilləşəcək. Ya, belə deyim ya, ya böyle ya sımsıkı. Videomu paylaşımda. Neyse, Çok bu danışdım. mənim mazgimi Çürüttü. Ha. çürüttü. Evet, çok güzel görünüyorumdur. Çok Ay tatlıyımdır. Allah. Şeker bir tanecik bir tatlılık vardır bende. Yani böyle bakıyorum. Ah, bakma gözün değecek diyorum. İnanmıyor. Bakacaksın gözün değecek, çıkacağım buradan, yıkılacağım. Dombalak aşacağım yani. Dombalak. Yani neden bana böyle bakma. Söz konuşuyorum, sen dinle. Evet, sen çok tatlısın oğlum. Şehriyar. Çok şirinsin. Sen seviliyorsun. Seni öpüyor yani ki. Öpüyor. Buradan da beni izleyen tatlı şirin kardeşlerim, balaca dostlarım, sizi çok seviyorumdur. Ben ben çok tatlı değil miyim yani arkadaşlar, çok tatlı değil miyim? Benden var mı yani? Annem beni bir tane doğurdu yani. Yani ben ekiz dünyaya gelmemişimdir. Benim kadir kıymetimi bilmiyorlar. Beni bunlardan alın, beni kömek yapın yani arkadaşlar. Bokta öldürdü ya. Şöyle mi kız? Ay, sen. Yaxşı arkadaşlar, kendinize iyi bakın. Özünüze mukayyet olun. Düşü çıxdı. Ya düşüm düştü.